Onlar da bəlkə eləsi var cibinə borc qoyub gəlib. Niyə qızardırsan? Niyə utandırırsan ay xanımlar? Ay davul çalan. Adam da utanır. Utandığından çıxardır axırıncı qəpiyim. Bir də bu fotoqraflara sözümdür. Gəlirlər qucaqlayıb telefonla şəkil çəkdir. Tez gəlir foto. Ay balam pulsuz çəkirsənsə çək. Çəkmirsənsə bəlkə bu adam pulu yoxdur. Lazım olsa sənə deyər ki də, deyər ki məni çək də. Niyə gəlirsən əl çəkmirsən? Çək. İmkan vermirlər. Qarnımıza girirlər, oxuya bilmirik. Buradan ev sahiblərinə üzümü tutub deyirəm. Fotoqraf danışanda özə yenə viddə oğlanlar var. Yekəqarın kişilərdir, əllərində alma yeyə belə gəlir. Elə də pis görünürlər kadrda. Kadrı kəsməkdən yoruldum. Bu yaxdan hansı şəhər idi oraya Allah yadıma düşsün deyəcəm. Haraydı ay Allah. Qadın fit çalan toyum var idi. Qəşəng toy gedir. Vay dədə kamera çəkən imkan vermədi. Kamera çəkən imkan vermədi. Arvadın qızınca ay ged elə gündə toydayam mən görürəm də. Get bir kənarda elə bir yer seç ki. Sən arvadların uşaqların içində sənin nə işin var? Qarnımıza girir səni. Davulçu deyir nədir görəndə ortaya sizin. Ay canım bizə də verməsinlər. Mən zaten pulumu danışıb gedirəm. Musiqiçiyə versinlər pulu, ev yoxdur, mən onu demirəm. Deyirəm ki, sən yerində dur davulun vur, pul vermək istəyən gətirib orada verəcək. Sən gelib çubuğu bunun qarnına soxursun, kişinin qarnına soxur çubuğu. Bundan kişi davulçusu olsun. Elə kişilərə da aid, heç qadınlara yox. Yox, olmaz adamın bəlkə yoxudur, borç götürüb gəlib toya. Bu şəkil çəkənlər də imkan vermir. Vay ola, biri gəlir səndən şəkil çəkdirək, çıx qaçırıq, pulsuz çəkirsən çək. Yox, səhvim varsa deyin səhv. Mən həmişə bilirəm, doğru danışan 9 köydən qovurlar. Gərək yaltaq olasan, yalan danışasan, belə yalandan da maskalanasan, onda deyəcəksiniz hə. Mən adam tanıyıram, bir stolda 12 nəfərin pulunu verdi. Allah'ın olsun, o toy onun burnundan gəldi. Nə olsun varlıdır, nəyə görə? Apar onu afisiyanta ver. Yazıq deyil mi orada 30 manata, 50 manata bir ailə başçısıdır. Hardan tapırsan bu donları? Siz nə gözəl sadə görünür. Çox sağ olun. Düz deyirsiniz. Bax. Allah sən qorusun. Qeyrətli qadınsan. Çox sağ ol İsrail bəy. Tamamilə realdır. Vallahi yox, artıq pulum var, afisiyanta ver. Yazıq bu kamera çəkənin evi yox, cibinə bir şirinlik qoy. Musiqiçini gətir qabağına qoy. Davul çalan yerində dayanırsa. Məndə bir xüsusiyyət var. Mən görürəm ki, afisiyant hamıya eyni qulluq eləyir. Pulu olanı, pulu olmayandan seçmirsə, mən o afisiyanta hörmət edirəm. Yox, görürəm, məsələn, amma gelib sakit, fağır yerində dayanana. Yox, burada tema yoxdur canım mənim. Ay sağ ol deyir, düz deyir, manikür, sağ ol, təbii gözəl, sağ ol. Hərənin öz aurası var, gözən almasan. Ay canım mənim, mənə verirlər alıram, verməsələr necə alıram? Mənə verməsələr də, versələr də, mən eyni enerji ilə toy oxuyuram. Bir toyumuz var idi bu yaxından. Elə də çox belə, uşaqlar da bilir, musiqiçilərim. Elə də çox şabaş demək olar ki, az idi də. Amma biz o toyu, bəlkə də ilin toylarından 3 toy oldusa biri o oldu. Aura məsələsi var, hər şey pul deyil. Canım, mənim 4 uşağım var. İlkin 123 deyir, səni heç sevmirlər. Çox sağ olun, sevmirlər, hər gün toydayım. Çox sağ olun. Ay, xoşbəxt bəy, sağ olun. Çox ürək təmiz xanımsınız, çox sağ olun. Sən həc xanımsan? Yox. Mən niyə həc xanım oluram? Bu gözəl, işıqlı həyatda mən xoşlayıram deyib gülməyi, yeyib içməyi. Sağ olay Fatimə xanım. Gül xanım, sağ olun. Çox şux toy aparırsınız, maqa yazıb. Çox sağ olun. Sən ancaq Rusiyada sevirlər. Çünki orada sizin geyimlə onların geyimləri uyğundur, gözəllikdir. Bəli, çox sağ olun.
Hə, mənim geyimimə Bakıda Çuşkarski kimi baxırdılar ki, ay örtülü geyindi, bu nə gündədir belə. Burada belə şeyə çox pis baxırlar. Açıq-saçıq geyinən müğənnini toya aparmırlar. Əsl mənim yerimdir, bəli. Emil Abbasov, telefonunuzu dəyişin ay Emil bəy, telefonunuz xarabdır yəqin. Amma gelib də kreditə girib telefon almayın. Ay canım, verilən pulu alırlar da. Mən deyirəm ki, gedib davulun çubuğunu ya da mikrofonu cəmaət oynadığı yerdə qarnına soxma da. Pis görünür, bunu deyirəm. Bunu qoyduq qırağa. Sonra diqqət toy sahiblərinin nəzərinə. Toyları gedib xiyar doğrayan, gül dekor quran, bunlarla danışmayın. Onlardan gələn toya mən xeyli artıq qiymət deyirəm. Çünki pulu bölüb onlarla bölüşdürməliyik. Nömrə qoyulub ora, özümüzü yığın, bir səsimizi eşidin. Biz sizdən qaçmırıq, siz niyə bizdən qaçırsınız? Toy gəlir ara vasitəçi. Burada bir oxuyan oğlan var, adını deməyəcəm, utanmasın. Evyəs deyib afət istəyirəm. Evyəsinin yanından məni yığıb. Mənimlə danışdığım evyəsi görüb. Əvvəlində selektora qoydu, mikrofonla danışır. Hə, burada açıq-saçıq geyinənləri aparmırlar. Özlərinə təhqir bilirlər dostlar. Aparmırlar, yox. Hə, yəni ona görə buranı daha çox sevirəm. Bura toylarını daha doğrusu. Bura toylarını daha çox sevirəm. Hə, deyir ki, Evyəs görür ki, afətdir də telefonda. Hə, necəsinə? Hə, bir toy var, toy sahibi də yanımdadır. Selektordan səsimi götürür. Hə, laf yaxşı. Yaxşı, onda qoy mən danışım, onda sizlə Afət xanım, sizə dönəcəm. Adbu eləyən kimi Evyəsinə deyir ki, Afət Fərman qızı həmin günü zanitdir. Fikir ver. Gəl falan kəsi gətirək. Adətən də toy danışılıbsa, restorana beh verilibsə, çox vaxtı dəyişə bilmirlər. 90% dəyişmirlər. 10% müstəsna hallar olarsa. Axmedova, profildə nömrə var, oradan WhatsApp nömrəsi ilə. Profildə axırı 4-0 olan nömrə qoyulubdur. TikTok'un profilində, Instagramda da qoyulub. O cür. Hə, sonra elə oldu ki, söhbət əsnasında bir nəfər ortaq dostumuzla telefonla danışırdım. Dedim, hə, sizin şəhərdən də bir toy gəlib. Hələ beh vermədilər dedim, amma kimlərdir ki? Deyəndə dedi, o dayan. Araşdıranda dedi ki, bu filan kəsin toyudur, hə, buna dedilər. Həmin adamla danışanda dedi, hə, bizim dostumuza deyəsən zəng vurulub. Deyəndə deyir, hə, o da zanit oldu. Gör ay dostlar, oxuyan oğlan Evyəsini alladıb ki, Afət zanitdir. Dedim, yox, zanit zat deyiləm. Sonra üzünə vurmadım o oğlanın, amma bax, belə fırıldaqlar var. Ona görə də musiqiçilərlə, müğənninin özünə, müğənninin prodüserinə, özünə zəng edin. Gedib xiyar doğrayan, kamera çəkən, gül dekoru düzəldən, nə bilim, kəndirbazlıq eləyənə müğənni deməyin, gətir. Amir bəy, nə? Başa düşmədim. Afət xanım, sən də paxıllar çox deyir, falanlar çox düz deyirsiniz. Can, çox sağ olun. Sevgi xanım, səbəbini deyim də, deyir Afət xanım, səni istəmir də. O oğlanın məni istəməməyinin səbəbini deyim. Mən olan toyda o oğlan sönük qalacaq yanımda. Öz sənətin arxayın deyil. Çünki mən toyu çox şən aparıram. Bu da şey oxuyur, ağlaşmalı mahnılar. Ona görə də mənimlə onun fərqində. Bir də ki, bunun öz qız oxuyanları var. O aldığı pulu gətirir bunlara verir. O da onun xoşuna gəlir. Burada pulun başındadır. Burada başqa şey deyil. Afət aldığı pulu ona vermir. Amma ayrı qızlar aldığı pulu ona verir. Özündən çox razısan. Çünki bic doğmamışam ona görə. Bic doğsam gizlənərəm, canlı zad daşmaram, utanaram. Səbəbini bildin. 2009-cu ildə Afət xanım bizim toyu oxuyub. Allah xoşbəxt eləsin. Əlim düşərlidir mi? Zahidə xanım deyir, TikTok'da bir dənə deyir, siz səviyyəli danışırsınız. Niyə canım? Səviyyəli TikTok yerlərimiz də çoxdur. Son vaxtlarda lap gözəl düzəldiblər bu TikTok'u. Üzünüzdə təbiilik qalıb deyir Şərilə xanım. Çox normal üz görürük. Çox sağ olun. Görürəm ay canım. Bunlar hamısı nə günə qoyub özlərini. Sibir zonasından paxılım qəni. Arzu xanım. İndi onu da siz deyirsiniz. Mən sizin fikrinizə qarışa bilmərəm. Mənə qarşı görməmişəm paxıllığını. Həmişə də yüksək hörmətlə. Əslində o paxıllıq deyil. Məsələn, orada abilin adını yazırsınız.
Abil tanıdığım oğlan oxuyanların içində 2-3 nəfərdən biridir. Abildə olan səs diapazonu, Abil Aliyev var dostlar, Ural tərəfdə, Yekaterinburqda. Möhtəşəm səsi var. Deməli, buna verirlər azqan arar. Heç oxuya bilməyənə 10 qat artıq. O paxıllıq deyil. O haqqını tələb eləmədi canım. Niyə paxıllıq eləsin ki? Bu yazıq hər kişinin işi deyil ki, qadın müğənnisinin səsi ilə diapazonu eyni gəlsin, oxusun. O başqa məsələ, o paxıllıq deyil. Cəlilabadda 8 il qabaq, indi də baxanda ləzzət edir Gül xanım. Afət xanım deyir, bizim toyumuzu oxuyub. Allah balalarınızı xoşbəxt eləsin. Sizə belə çox yaraşır. Botoksuz yenə gələn Azərbaycan müğənnisi. Niyə botoks elətmirəm? Onun səbəbini deyim. Mən bilirsiniz ki, biologiya müəlliməsiyəm. Mən botoks haqqında araşdırdım. O botulium toksinidir. Onun 0 tam neçə millimikron qramı da, yəni 0 tam nə bilim milyonda 1 millimikronu onun o qədər dəhşətli zəhərdir ki, o zəhərdir, ən ağır zəhərdir. Onu o qədər zəif dozasını vururlar, insanı düzdür, öldürmür, amma ziyanlı bir şeydir. Nə olacaq ki, biraz da belə qırış olsun. Bu da 20 yaşında qızlarda var. Bu təbiilikdir də. Türkiyə seriallarına baxın. Əmim qızın toyunu da siz oxumusunuz 6 il qabaq. Sağ olun. Əlim çox yüngüldür, bunu bilirəm. Ona görə bilirəm ki, kimlərin toyunu oxuyuramsa, bax bu da Gül xanım. Nəvəli nəticəli olurlar, xoşbəxt olurlar. Çox faiz etibarilə belədir. Mən səbəbini deyəcəm sizə. Elə bir paltar var ki, ben müqayisə edirəm. O paltarı giyinəndə işiniz rast gətirir. Mən əvvəl belə şeyləri sınıyırdım. Elə paltar da var ki, o paltarı giyinirsən, görürsən ki, nəsə dənizə su gətirməyə girsən, dəniz qeybə çəkilir də, belə deyəcəm. Bəzi adamlar ola bilsin belə şeyləri yoxlayır. Mən əvvəl yoxlayırdım. İnanmasam da yoxlayırdım. O nədəndir? Mənə bir dəfə bizim bir dəyərli müğənnimiz var, o izah elədi. Deyir, o paltarı deyir, toxuyanda xanımlar yüksək enerji aurasını deyir, veriblər. Ona görə deyir, indi sözdür də, bilmirəm, bu deyimdir. Mən də toyları oxuyanda hər toy elə bilirəm öz balamın toyudur. Ana, ata qədər sevinirəm. Mən o toylara pul mənbəyi kimi baxmıram. Mən işimi elə görürəm ki, hər toyun axırında gəlib mənə çox təşəkkür edib, ana südü kimi deyir, halalın olsun, pulu o cür alıram. Mənə həmişə halallıq veriblər. Ay canım, bilmirəm, adını yazdığınız müğənnilərin öz səhifələri var. Orada yazın, soruşun. Mən kimisə yerinə necə cavab verim ki, ay canlarım? Neçə kiloyum? Ay, kiloyumu deməyin. Yox, qəşəng arıqlamışdım, 68'e düşmüşdüm, qayıtdım, bir də 70'e. Sizin ürəyiniz təmizdir, çox sağ olun. Biz ailəcə sizi çox istəyirik, çox sağ olun. Pulsuz, biz ailəcə sizi. Çox sağ olun, çox sağ olun. Ona de ki, mahnı çox gözəl, tez-tez oxuyun. Hə, o toy mahnısı deyil, onu prosta sevib ayrılanlar üçün oxumuşam, YouTube'dadır. Ləkə üçün krem, kasıb malı. Bilmirəm, ləkə üçün çox qəşəksin, sağ olun. Mən bir dənə Nasper xanıma çox oxşayırsınız. Sağ olun. Nasper xanım gözəl xanımdır da. Konsert vermək təbdədir. Fonogramla deyir Afət xanım, Leyla Aslan. Afət xanım, fonogramla konsert vermək təbdədir. Ay canım, indi ad şərtli şeydir. İstəyirsən adını konsert qoy, istəyirsən adını mürəbbə qoy, çay qoy, nə istəyirsən qoy. Orada siz də bilirsiniz ki, əlbəttə fonogramla konsert olmaz. O özünü alladır. Sizi allada bilməz, özünü alladır insan. İndi hərənin özünün öz qabiliyyəti nədirsə onu eləyir də. Məndə belə bir ləkə üçün krem dedilər. Mən onu dəqiq deyəmərəm, mən dermatolog deyiləm. Amma məsələn, klip çəkilişlərində zadda mənim bədənim büjteriya götürmür. Və müvəqqəti bir kolye zad taxsam, əgər kolye qızıl deyilsə, o məndə tez səpki verir. Həmən dəqiqə dermovayd çəkirəm, qızartını götürür. Amma indi sizdəki ləkəni bilmirəm, axı səbəbi nədir, həm də can, təhlik deyəndə tək mənim səhifəmdə bu. Bu Mamedin səhifəsi deyil, oğlumun qızımın səhifəsi deyil, nəvəmin səhifəsi deyil. Bu mənim öz səhifəmdir. Burada digər adamların nə işi var, ay canım?
Kimi görmək istəyirsən? Mamedi? Ay, bu Mamed məndən populyardır. Bir Doğan həmişə fonogram oxuyur. Ay canım, hərən nə işi var da. Siz də Düz Doğana gedin, Bir Doğanın konsertinə getməyin. Konsert demək olarsa. Ürəyim tanımadı. Sağ olun, sağ olun. Qızım da var, 2 qızım, 2 oğlum var. Deyirəm, vay çox gözəl, düzdür. Özünüz yazırsınız ki, fonogramla konsert eləmək olmur. Mən də deyəndə olmur, indi götürüb yazırsınız. Paxılsan. Az nəyinin paxıllığını eləyəcəm? Fonogram oxumağını. Bu nəyə bənzir? Birinin ağzı əyilib, gözü də çaşdaşır. Elə bilirsiniz, ağzı əriyə paxıllıq eləyirsən. Nə, deyim, paxıllıq eləyir, mənim də ağzım əyilsin, mənim də gözüm çaş olsun. Bunun paxıllığı olur ki, başa düşmürəm. Bir doğub sənə nə? Bir doğan quyruğumu tapdalamasın, bəli, mənə nə? Mənim quyruğumu tapdalayıb, ona görə də mən də bir doğduğumdan danışıram. Başa düşdün? Mənə bu. Heç gör, dünyada o qədər bir doğanlar var. Heç gör, başqası haqqında danışıram. Mənim işim insanları maarifləndirməkdir. Vaxtımız indiyə kimi tələbəyəmdir. Aha. Canavar Afət xanım. Bu gündən dünən fikirləşmişəm. Canlıma çanda deyim, canavar gəldi. Kimdən danışır? Özünüz yazırsınız. Kim verib şey? Ay dostlar, burada Tərlan var. Bu Tərlanın Tərlan mənim direktimə də yazıb ki, sən hər dəfə Bir Doğan deyəndə mən qızımın üzünə deyir, baxa bilmirəm. İndi Allah kömək olsun, ay Tərlan bəy. Allah kömək olsun. Yəqin sizdə də düzgün qurmayıbsınız da fundamenti, düzgün qurmayıbsınız. Nə bilim, bir Azərbaycan kişisi kimi sizə yazığım gəldi. Vaxtında fundamenti düzgün qurardınız, ay Tərlan. Tərlan da bizdə qadın addı, bilmirəm, kişi də qoyulur, kişiyə də qoyurlar. İnşallah Müşfiq bəy, inşallah. Sataşanın deyə cavabını vermək lazımdır, düppədüz edirsiniz. Çox sağ olun. Lavanda hardan 4 uşaq? Mamedlə mənim birgə 4 uşağımız var da. Mamed mənim ərimdir, onun uşaqları da mənimdir, mənim uşağım da onun. Nə dəxli var? Sizdə necə də arıqlayıbsınız. Yox ay canım, ürəyimi açdın amma ki. Tərlan bəy, sizə bir psixoloji yardım eləyə bilərəm. Yeyin için keyf eləyin, vecninizə qoymayın. Namus, qeyrət sizə mi qalıb? Gelin keyfinizi görün. Neyinirsiniz? Ürəyinizə salmayın yaşınızın bu vaxtında, ay Tərlan bəy. Tərlan amandı, Tərlan. Halın yamandı, Tərlan. Yazıq Tərlanın ağ saçlarına, ağ qaşlarına. Heyf. Şey gəldi. Əyri qılçan adamlar gəldi. Da deyib, bəyənmirsiniz, burada nə gəzirsiniz? Afət xanım, sizin təyyarə qorxunuz var. Dünyada bəlkə də deyərdim ki, mən elə düşünürdüm ki, mənim qədər təyyarədən qorxan yoxdur. Deməli, mən Rusiyaya yerləşəndə məni çox adam bilmirdi ki, buradayam 22-ci ildə. Ona görə uçuşların heç birinə yox demədim, kənar yerdə olan toylara. İndi seçib götürürəm. Təyyarədən qorxduğuma görə fikirləşirdim ki, götürməyim. Amma işim də onu tələb eləyirdi ki, yəni toy gəlir, ruzu gəlir də. Niyə görə götürməyim? Ay Lavanda, bu qeybət deyil. Siz yazırsınız, mən danışmıram. Ondan sonra Wrangleri satdım. Wranglerdən sonra da 4 dəfə maşın almışam. Onu satıb onu almışam. Yox, amma maşınlarımın içərisində ən sevdiyim Wrangler olub. Həm çox ruzlu, bərəkətli, həm düzdür, bu birlərin də haqqına girməyim. Psixoloq xanım deyir ki, qeybət qırmır, düz danışır. Bəli, düz danışmaq qeybət qırmaq deyil. Qeybət bilirsiniz nədir? 2 nəfər arasında olur. Olmayan şeyi kimisə dalınca danışır. Necə yendim o qorxunu? Mən təzəlikcə belə bir şey, təzəlikcə bir 3 ildir. Təyyarəyə oturan ki, mələ təyyarə havaya qalxmamış. Gözümə belə qara bir şey almışam. Onu örtürəm göz üçün, bağlayıcı. Həmən dəqiqə yuxuya gedirəm. Mən təyyarədə yatmağı bilməsəydim,
Mən də təyərdə yuxuya getmək alınmasaydı, həm qorxardım, həm o yol mənə çox uzun gələrdi, dözə bilməzdim. İndi 2 günə yenə uçuşlarım başlayır. Xeyr ola, sən danışmaq ki. Ay canım, hansı olmayan danışmışam, Sabi Keyk. Bir dənəsini yaz görüm. Necə, mən ailə qurub ərə gedib Zaksla, Kəvinlə uşaq doğmuşam. Mən olmuşam düz doğan. Mənə sataşan adam da qız adı ilə dədəsinin xarabasında evli kişidən pul müqabilində bic balalar doğubdur. İndi buna da düz doğan deyək. Və onda düz doğanların haqqına girirəm. İndi bu yalan danışmaq oldu. İrlanda deyir, sənin nəyinə lazımdır? Və sənin nəyinə lazımdır? Olan söz də danışma. Bəs mənim quyruğumu tapdalamaq, məni söydürmək günah deyil. Çox qəşəng xanımsan. Yox, bəs sən məni söydürürsən gedib ona buna, üzdən İraqlara, pul müqabilində. Bəs mən də sənə vaxtında dedim ki, ağıllı ol, mənim ağzımdan qutara bilməyəcəksən. İndi o da ağıllı olmadı, elə bildi 1-2 gün danışacam, dayanacam. Xeyr. Ay balam, evli kişidən doğulanın sənəd olsa da, olmasa da bit sayılır. Sənəd olmaya bilməz, axı bunun həkimi var, nəyi var. Familiya verməyə də bilməz, adam qulağından tutub çər basarlar. Qanun icazə vermir. Qanun deyir, gəl, sahib çıx. Və nə yanında durmadı, qaçdı, getdi. Niyə çıxmadı ortaya? Çünki ailəsi var. Ailəsi var. Hamı yazır, halal olsun. Əlbəttə, canım, doğrunu bilirsiniz necədir? Özdə kifayət qədər ciddi rəqəm daha bir dəqiqə bic doğanların sayı artmışdı. Mənim çıxışlarımdan sonra xeyli azaldı. Mən bugün bu mövzuya toxunmurdum. Özünüz yazdınız. Ki sən paxılsa, mən də deyirəm, nəyə paxıllıq eləyim? Mən siz nəyə paxıllıq eləyərəm? Kimisə elminə ki, ayda, filan kəs getdi, Harvardda oxudu. Kaş mən də orada oxuyardım, oranın məzunu olardım. Filan kəsin, indi ailəm var deyə paxıllıq eləmərəm. Ailəm olmayanda gözəl bir nümunəvi ailəsi olan görən deyərdim ki, bu yaxşı paxıllıqdır. Sosializm paxıllığı deyirlər buna. Ki, keş mənim də ailəm olardı, qadının ailəsi olardı. Yoxsa mən durum deyim, ayda, filan kəs nə yaxşı, filan kəsin metrəsidir, filan kəsin gəzdiyidir, ayda, kaş onu paxıllıq eləmək olar ki. Onlar da küçədə qalan deyirlər. Bəli, küçədə doğanlarım belə. Bəli, can, düzdür. Makler vaxtı. Maklerlik ayıb deyil, canım, öz zəhmətimlə pul qazanmışam. Biz doğmamışam ki, kimisə ərindən. Kimisə ərinin pulları ilə afəti söydürüb də, Veli xanım kimi də orada oturmaq, siz bilmirsiniz. Burada bir məsələ var. Bax, düşmənlər də qulaq assın. Özünüzü bir anlıq, olmayan vicdanınızı qabanıza qoyun, fikirləşin nəyi. Bu vicdoğan levi puldur da, öz pulu deyil. Kiminsə pulunun müqabilində məni söydürür. Mən provokasiya, mən də çıxıram, cavab verirəm, düzdürmü? Mən oluram pis adam, hayasız adam. Özü çıxır. Yox, mən bilirsiniz. Arada da ağlayır. Sizi də qınamıram, o qədər safsız ki, sizi allatmaq 2 vur 2'dir. Ona görə də mən də maskanı cırıram. İnsanlar əvvəl 50'nin 50'yə idi, inanmırlar. İndi 90'ın ona, 90% mən tərəfdədir. Mən görürəm də, toylarda da görürəm. Mənlə gəlib şəkil çəkdirən xanımlarda da söhbət düşəndə də. Bu sözü köhnəli be. Sən niyə bu qədər? Mən namusdan danışmıram canım. Hərənin namusu özünə aiddir, qardaşına, atasına, anasına, ailəsinə aiddir. Mənim quyruğumu tapdı. O qədər bic doğan var ki, gör kiminsə adını çəkirəm. Çünki mənim quyruğumu tapdalamayıblar. Quyruğumu tapdalayan bic doğanı bic doğduğu yerdən vururam, bilirsən? Küpə girənəm olsun da, küpə girənəm. Zatla bic doğan deyiləm ki. Afət xanım, özün yorma, bunların əksəriyyəti o yolun yolcusudur. Ola bilər canım, nə bilim. Sağ ol, bax deyir, düz nə vaxtdan qeybət olub. Əlbəttə. Qanun çıxdı, xəyanət edənləri deyir, cərimə. Can, hələ sən toya çağırmır. Bəli, sabah birsin, daha birsin, 3 gün dalbadal. Ondan sonra ortada bir gün boşluq, sonra hər gün toydu, hər gün. Hər kəsin keçmişi var. Ay dostlar, burada 1300 adam var. Sizin nəslinizdə bicdoğan var. Burada yazırlar ki, hərənin bir keçmişi var. Yazın, görün. Sizin nəsildə keçmişdə bicdoğan var, yazın. Görün nə yazıb sizə. Deyir, hərənin keçmişində bir şey var. Yazın. Bu adam belə yazır. Sual verirəm. Deyirlər, yox. Bizə deyir, ay.
Məsələn, bizdə yoxdur. Ölərəm, öpürəm sizi. Mən bunlar üçün ona görə öpürəm sizi. Yox. Bizim nəsildə bicdoğan yoxdur deyir. Onu deyir, rədd eləyərlər. Halal olsun sizə. O yaxşı reklama puluram. Öpürəm sizi. Bicdoğanı tərifləmirəm deyə mənə yazıb ki, sən çox paxıl adamsan. Oğlum da, qoy mən elə belə paxıl olum. Bizdə yoxdur. Efirə qadağa deyəndə mən efirə çıxırdım ki, bir qadağa da qoyulan. O siyahını ağzı əri göz çaş yazdırmışdı. O siyahada mənim adım ora ağzı əri göz çaş yazdırıbdı, biləsiniz. Çünki mən olmadığım yerdən necə qadağıya düşə bilərəm. Mən orada yoxam. Heç ölkədə də yoxam orada. Mən oradan 5 ildir çıxmışam. Olmayan adam necə qadağıya düşür ki? Bicdoğan atası bilməyən uşaq. Yox, Google-a yazın, bicbala nəyə deyilir? Bicbala ona deyilir ki, atası bilinən, amma başqasının ərindən nigahdan kənar doğulana deyirlər. Orada atası bilinir, amma nigahdan kənardır. Nigahdan kənar, başqasının artığından doğulan uşaqlar bicbaladır, ay canım. Sizi alladıblar. Canım, mənim danışmağım sənin üçün pis gələ bilər, ay sarı ürək qoyan. Amma 1300 adam məni dəstəkləyir. Bax, Afət xanım, siz gözəl xanımsınız. Amma dinləyirsiniz. Yox canım, mən durduğum yerdə bu şeyi danışmıram. Mənim quyruğumu tapdalayıb, məni bir üzdən irağa söydürüb bicdoğan. Mən də elə artıq pulum yoxdur, gedən bir üzdən iraqda mən tapam deyəm, sən də onu söy. Mən də gözəllikdə ağız mənim, gözəllikdə vaxt mənim. Başım bura xeyr. Hələ indi başlayırıq. İllərlə gedəcək bu şey. İllərlə nə danışırsınız? Düzdür, sırtıltmışam, artıq vecinə deyil, düzdür. İnsanlar arasında da adı çəkilmir. Deyirlər ki, məsələn, kimi çağıraq da, neyniyək cəhənnəm, məsələn, yarım saatlıq bicdoğan gəlsin filan. Şou proqramı çağırırlar, əvvəl getmirdi. Əvvəl özünə əndirib getmirdi ki, mən şou proqramda. İndi şou proqram ümidinə qalıb, dostlar. Günah eləyirəm, qoy günaha günah eləyərlər. Günahdırsa, qarşı tərəf günah eləyəndə cavabı günahla vermək lazım. Hayf bu gözəllikdən, sən narahat olma. Zor eləyirsən, deyir, əcəb eləyirsən. Canım mənim, yadınızda saxlayın, həmişə sizə qarşı ədalətsizlik eləyənin üstünə gedin. Sizə qarşı alçaqlıq eləyənin üstünə gedin. Deyəcəksiniz, qoşulma. Tərlan adını, şəkilini götürdü oradan, ay dostlar. Tərlan var idi, və o ağsaqqalı kişi, ağbaş, saçları, ağ qaşları, ağ tərlan. Şəkilini götürdü. Qorma, mən sənin şəkilini neynəyəcəm ki? Mən ağzər göz çaş deyiləm ki, şəkili götürəm, falçıya qaçam. Baxdınız? Prinsessa, ev yoxdur. Mənim hamıdan işim keçmir ki. Bu deyil, hamı bu. Ay dostlar, məni sevirsiniz yoxsa sevmirsiniz? Yazın görüm. Bu prinsessanın acığına bildirin ona sevginizi. Düz deyirsiniz. Baba, oxuyursan prinsessa, öz-özünə prinsessa deyir, yazıq. Nəyim prinsessasın? Mən toylar kraliçasıyam, toylar prinsessasıyam. Və sən? Sən də yəqin öz qırğında olanlar bilir də. Yazın ay dostlar, onun ürəyi yatsın. Ay Allah, indi prinsessa gilə skoru pomoş gedəcək. Bir dənəsən, sevirik, yox, sevmirik, bir nəfər yaz deyib, yoxdur, o da olmalıdır. 1000 nəfərin hamısı yazsa ki, sevirik, o da düz çıxmaz. Öpürəm sizi. Sən ürəksən, valla sevirik. Ağzı ərgöz çaş kimdir? İzləyicilər bilir. Dostlar, bir təzə izləyicimiz qoşulub bizə. Mövzunu bilmir. Günel burada deyəsən, pişik. Oxşatdım ona, bəlkə də o deyil, bilməm. Öpürəm, oxudunuz, ay təzə izləyicilər, oxudunuz, oxuyun. Öpürəm sizi, mənzəriyə bax, ay Allah. Bunların mən başına dönüm. Valla sizi çox istəyirəm. Özdə mən görürsünüz canlını, yuxudan qalxan kimi çayla canlı, bir siz nə tərqi edir. Bəh. Sevmiriksə deyirsən, necə deyil, toylara deyir, çağırırıq, sevirik ki deyir, çağırırıq. Gözəl fikirdir. Ürəyimsən, Afət xanım. Ağzı göz çaş kimdir? Biri də gəlib təzə izləyici. Öpürəm, özdəki.
Bəs dost idiniz. Nə olsun dostu, o vaxt ermənilərlə də kirvə idik, görmədiniz, başımızdan oynaşdılar Xocalıda. İndi dost idik deyə səhv eləmişəm də, mənim sizin həyatda səhviniz var, o səhvdir. Səhv eləmişəm. Sizə xalq artisti adı verilməlidir. Mən zaten xalqın artistiyəm. Lazım deyil kimlərsə əziyyətə salım, nələrsə belə. Hazır elə xalqın artisti. Ərini söyən yaxşı edirəm. Ərim var ki, söyürəm. Sənin ərin yoxdur, kimi söyməlisən. Ərim var, ağız mənim, ər mənim. Söyərəm də, öpərəm də. Öpəndə demirsiniz, sevəndə demirsiniz. İndi yazıq kişiyə dalaşanda ağzıma gələni demişəm. Elə hər dəfə onu deyirsiniz, sənə o sərf edir. O cür görmək istəyirsən. Yaxşı eləmişəm. Ağız mənim, ər mənim. Sağ ol, Afət TV-yə gəldim deyir. Düz yoldasınız. Ay dostlar, bütün müğənnilər canlı açır da. Niyə mənim canlılarımı paylaşırlar hər yerdə? Səbəbi nə olar? Yoxsa bir dənə mən özümü görürəm, o biriləri görmürəm, bilmirəm. Siz görürsünüz o biriləri də. Haran açıram mənəm. Sevgim yazır, alo. Deyir, sataşanın üstünə getməsən çaşar. Düz, düppədüz sataşanı, çaşanı aşırdırıq. Heç kim yoxdur sizdən başqa tema var ki. Öpürəm sizi. Səhifələr boş qalıb, heç nə yoxdur. Onlara sərf eləyən o mövzular daha yox. Az TV-də ölmüşdüm, bayılmışdım gözəlliyinə. 17-18 il bundan əvvəl deyir, Prosta Maria yazır. Az TV-də görmüşdüm. O vaxt gözəl idim, yoxsa indi? Ay dostlar, 20 il əvvəl arıq idim, 45-46 kilo idim, 49 kilo. Sifətim gözdən ibarət idi, gözüm çox yekə görünürdü. Gözümü belə eləyirdim ki, çox böyük görünməsin, utanırdım. İndi belə yaxşıyım. Amma arıq olanda burnum, baxıram köhnə videolarıma, burnum uzun görünürdü. Bu, Vicdoğanın burnu kimi Buratino yaxşıyırdı burnum. İndi amma biraz kökəlmişəm, burnum da qəşəkdir, özüm də qəşəyim. Qaynanan Afəti. Hə, doğrudan Afət, sizi sevirik, can, çox sağ olun. Siz danışan payını vermək lazımdır ki, sonra səhv sözdən. Hə, görürsünüz, onu tırkalayıblar. Tırkalayan adam da indi qalıb belə kənarda, bilmir neynəsin. Elə heyranlıqla baxırdıq, çox gözəllik, çox sağ olun. Cavanlaşmışsan, çox sağ olun. Yazıqdır, deməyin. Üzr istəsin, səhvini etiraf eləsin, sizin içinizdə yox. 2 nəfər arasında. Desin, səhv eləmişəm. Filan kəsə, o qız paltarı geyinən adama səni söydürmüşəm. Bir də 2 nəfərə səni söydürmüşəm. Təhqir elətmişəm, səhv eləmişəm. Öz aramızda mən bunu Allaha and olsun ictimailəşdirməyəcəm. Həmin gündən dayandıracağım. Onların əri yoxdur canım. Onların əri olmur ki. Xırdalına da salamlar. Öpürəm sizə. Niyə ayıb olsun? Ay xanım Ağəliyeva. Niyə? Başa düşmürəm. Səni söydürsələr, sakit dayanarsan. Afət xanım, yeni söyüş öyrətdim bizə. Bicbala. Mən öyrətmədim, var idi bu şey. Prosto mən tətbiq elədim. Vicdoğana tətbiq elədim. Düzdoğanla Vicdoğanın fərqini göstərdim. Necə ki, xordallar tipi var, xordasızlar tipi var. Bilirsiniz də, biologiya dərsindən. Burada da qadın müğənniləri 2 qrupa bölünür. Düzdoğanlar, Vicdoğanlar. Azərbaycan təzə qərar çıxdı deyir. Ay, öpürəm sizi. Kimin adını yazırsınız? Əvvəla mənə dəyməyən ilan 100 il yaşasın. Kim kimdən doğur, özü bilər. Atası narahat olsun, qardaşı narahat olsun. Bəli, Xəyyam bəy. Elə onu demək istirdim, siz məni qabaqladınız. Hə, amma sən mənim quyruğumu tapdalayarsansa, səni elə tapdalayaram, 7 qatından keçər. Budur da. Nə yazıb? Təzə qərar çıxdı, hə, bilirəm. Salam gözünüzün. Mənim gözüm Allah haqqı əməliyyat deyil. Heç gözümün burasında ittirsəyə çıxmışdı. Tez toylara görə tez həkimə şeylərim, dərman tökdüm ki, qayıtsın. Baxırsınız, buradacı belə kökü qalıb. İndi onu çərtdirəcəm. Kökü əgər şey olmasa.
And olsun Qurana dostlar. Yox, əməliyyat eləməmişəm. Eləsəm birinci onu dodağımaca getdim, gel vurdurdum, sizə göstərdim. Ona qədər də sizə üstünü, mən də üstünü deyirəm də. Yox, heç yerdə eləməmişəm. Bir balaca bəlkə proqram elə göstərir. Amma bütün səhifədə videolarımın hamısı proqramsız çəkilib. Baxın orada, yəni yox, şükür qəşəng qalmışam. Yaşıma görə yaxşı qalmışam. Bax, burada proqram yoxdur, görürsünüz. Normaldir. Daha belə piçqır deyir, daha o danışmır. Yox, eləyib vaxtında səhv eləyib də, üzrünü istəsin, sakit olun. Visyo. İtdirsə, nə. Bəlkə də bilməm nə idisə. Neçə yaşın var? Neçə yaş verirsiniz? Yazın görüm. Ay dostlar, birdən komment oxuyuram. Vaxtım onda yollarda, aeroportlarda. Yazırsınız ki, bunun deyirsiniz ki, mən uşaq idim, bu oxuyurdu. Bu necə belə bu yaşda qalıb ki, filan yalan deyir yaşını. 48, 48, 49, 45, 50, 60, 60, 40, 47, 35, 50, 50, 45, 60. 79-cu iləm. Neçə yaş eləyir? Kırk yedi, 48. Gəlin 50'ye razı olun da. 50'ye az qalıb. Amma yaxşı qalmışam valla. Afət xanım, üzürlü sayın deyir magistraturaya, nə? O, Namik salamlayıram. Hazırlaşıram, gedim dərs oxuyum tələbə. Hə, ged oxu canım. Bir də valideynlərə müraciət edirəm. Görürsünüz, uşağınız oxumur. Zorla uşağa demək ki, dərs oxu. Mən uşağıma deyirdim, oxuma, bəsdir. Dəli olacaqsan deyirəm, oxuma da, bəsdir. Oxuyan oxuyur. O gizdin oxuyurdu ki, mamam görməsin. Bizim evi gizdin bir kamera ilə izləsəydiniz, gülərdiniz ki, belə ailə olar. Ana deyir, oxuma, uşaq gedir, gizdin oxuyur. Gedirdi Antalya'ya, sumkasını bir də baxıram, görüm nə götürüb bu. Kitab aparırdı. Oxuyan oxuyur. Bir uşağım var idi, deyirəm, kef eləsin də. Bir yerə qədər oxudu, bəsdir də. Oxuyan oxuyur. Görürsünüz, uşağınız oxumur. Ona zorla oxu deməklə oxuyas deyil. Onu qoyun peşəyə, sənətə. Bax, yaxşı qoyun motorist olsun oğlan uşaqdırsa. Yaxşı sənətkar olsun, yaxşı aboy çəkən olsun, yaxşı dəllək olsun. Hansı sahəyə, yaxşı, nə bilim, sintezatora yönəldin, səsi varsa səsə yönəldin. Rıza Hasanov, niyə canım? Nəyə əsaslandı bu şeyi yazırsan, ay Rıza bəy? Düz danışdığım üçün. Neyiniyim Rıza bəy indi? Bəzi kişilərdən elə mənim kimi, bəzi kişilərdən elə mənim kimi qadın yaxşıdır ki. Əskərlik var, sağ olun, əskərlik var, getməyim, çox gözəl, gözəlliyiniz var, sağ olun. Hə, yəni ki, nə bilim, bu maşının yağını dəyişənlər ömür boyu əlləri pulla oynayır da, ömür boyu heç, mən məsələn, yazılanda maşının yağını dəyişmək, bir gün zəhm vururamsa, bir ay sonra qəbuluna düşmək olur, inanırsınız. Mən bu evin aboyunu çəkdirəndə, 3 dəfə usta dəyişmişik, fikir verirsiniz, stık. Gördüm, burada stık bildirir, görürsünüz. Çətin boyudur bu. Görürsünüz. Nəyə gətirirəm sözü? Hər ustanın işi deyil də. Davalar bitdi. Davam yoxdur mənim. Sadəcə olaraq hər canlı açanda yerdən qalxan qızları çaşmasınlar deyə. Çünki o vaxtı yaxşı ki qarşısını aldılar. Amma yenə bir-iki veriliş var ki, pul müqabilində Bicdoğanı çağırır. Puldan ötürü çağırır. Başqa şeydən ötürü yox. Sənət yoxdur ki. Çağırsın. Böyrünə düzdür. Sənətkarları yığırlar ki, pakravat eləsinlər, amma yaxşı pulunu alırlar da. Yerdən qalxan qızlar da nümunə kimi baxır ki, filan müğənni. Heç bir əziyyət çəkmədən elə getdi, bir dənə kişi tapdı başqasının əri. Deyir, mən də bu yolunu. Mən onların hamısını düz yola dəvət elədim. Effekt də verdi, nəticə verdi. Mən buradan, siz oradan
Siz əvvəllər belə deyildiniz. Hə, əvvəllər Bicdoğan mənə dəyib dolaşmırdı, quyruğumu tapdalamırdı. Quyruğumu tapdalayandan sonra payını verdim. Azərbaycandan usta çağırın. Yox, oradan usta çağırmaq çox çətindir. Özdə niyə çağıraq ki? Burada usta doludur, elə burada da Azərbaycanlılar var. Kəmalə Günəşliyə nə deyirsən? Kəmalə Günəşliyə dedim də o gündür. Mən istəmirəm hansısa müğənnilərin adını canlı efirimdə çəkim. Kəmalə yaxşı oxuyandı. Qabağa getmək üçün də o hərəkətləri elədi. Düz elədi, səhv elədi. Hər halda kimin sərindən bic doğmayıb ki. Kəmalə insan içinə çıxasıdır. Amma mən elə düşünürəm ki, buradan Kamışa deyirəm ki, Kamış, sən yaxşı oxuyan xanımsan, zəhmətkeş anasan, gözəl balaların var. Mən elə gəlir ki, hay dostlar, o ev yoxdur, səhnəyə gələndə belə hərəkətlər var. O gülürük də, əyləndirir bizi. Şəxsən mənim xoşuma gəlir, nə mənada. Güldürür də bizi. Amma bu arxadan gözünü çəkdirir. Məsələn, onu eləməsin. Valla sonra peşman olacaq. Özdə Google-a yerləşdirilir hamısı YouTube-a zada. Sonra nəbələri, zadları, bilirsən, sildirmək olmayacaq o şeyləri. Eləməsin. Oradakı ustanı çox tərifləyirdi. Nə bir dənə ustaydı. Adı yadımdan çıxdı. Gərək WhatsApp-a baxam. Dırnağımı deyir, kim eləyib? Dırnağımı evin altında elətdirirəm. Yox, burada yaxşı dırnaq ustası yoxdur. 120 manat pul verirəm buna. Kameliya deyir, mən də bic doğmuşam, neyniyim deyir. Ay canım, səhv eləməyərdin. Vaxtında səhv eləməyərdin. Valideynin sözünə baxardın, valideynini sayardın. Valideynin yoxdursa da bir bilənə, bir gözəl ailəsi olan onun dəst xəttinə baxardın ki, nə cür eləyib, neyniyib. Mən neyniyim da sən? Kameliya xanım, bəli, 4 uşağım var. Birgə 4 uşağımız var da, yəni. Nə canım? Hə, usta. Azərbaycanda yaxşı usta. Namiq usta. Yeganə usta oldu ki, məni əsəbləşdirmədi. Ondan başqa hansı ustanı çağırıb ev remont elətmişəmsə başıman oyunlar açıblar. Hələ bir dəfə biri Ağdağ deyir, nə ondan divar suvuyur. Məsələn deyirəm, tutaq ki, oraya yazıb 30 kisə. Deyir, 40 kisə gedəcəyi, 10 kisə. Dedim, kisələri sayacağım. Gedib başqa bloklardan boşalmış kisələri gətirib ora. Mən də evə liftlə qaldıran ki var, binanın axıranı. Ona demişəm ki, bir kisələri say mənə deyil. Bizim evə neçə kisə qaldırılıb? Bizim evə 27 kisə qaldırılıb. Bu məndən 40 kisənin pulunu istəyirdi. Çağırdım axıranı, haqq hesabda. Dedim, neçə kisə qaldırmışsan bizim evə? Dedi, 27. Dedim, bəs məndən niyə 40 kisənin pulunu istəyirsən? Dedi, yox, kisəni sayın da. Dedim, sən boş kisəni zibillikdən yığıb gətirmişsən. Mən saymaqla deyil ki. O bir ağlına gəlməyib ki, o çöldə ki, lift olur, çölün lifti. Veşləri onunla qaldırırlar. Nə deyirlər onun adına? Yazın görüm, o çöldən belə binanın çölü ilə qalxır, ha? Hə, təmənnası var mı? Hə, onlar deyir, tanıyıram. Hə, sonra onların məclislərində, hə, libyotka ilə, kranla da o qaldıran oğlan qonşuydu. Qonşu binadaydı. Dedim, ona tapşırmışdım ki, bir-bir sayırsan, telefonla da videoya çəkirsən. Hamısının şəkili ilə, sübutu ilə ortaya qoydum, işi ortada saxladım. O ev elə gözümdən düşdü, ay dostlar. Hə, dedim, sən mənim divarıma 40 kisəni niyə vurmursan ki, evi niyə yüklürsən ki? 2 otaqlı evi idi o vaxt alıb satırdım. Sən 2 otaqlı evə 40 kisə Ağdağ, mən uşağam. Allah verdim, əlin salam. Məndən də salam söyləyin. Belə tanıyanmadım, amma hər kimdirsə Allah bəndəsidir, salam söyləyin. Yox, ay canım, niyə ay Raquf bəy? O elə deyil axı, doğrunu deyir də. Mən baxıb, onda tək qadın idim. İndi fikirləşib ki, bunu alladacam deyə. Kişi xeylağı məni allatmaq istəyirdi. Bax, belədir. Hə, onda sizi tanıdıq, necə gözəl insan. Var olun, çox sağ olun. Yəni, ondan sonra neçə usta çıxdı qabağıma. Bir təhər yol, amma Namiq ustanı tanıyandan sonra, ay Allah, bir qram söz, evimin açardı ondaydı. O qədər düzgün, o qədər mədəni, o qədər işini bilən. Usta da insandır da, ay dostlar. Hamı istəyir pul qazansın. Amma biri var düz qazanmaq, biri var alladıb qazanmaq. Bax, belə. Çox sağ olun. Hə də, ay sağ ol. Gör, gülmə saatıma bax. Axıram mənə,
reallığı göstərib. Burada mənim axranıma təhqir yazıb, deyirlər ki, o şey eləyibdir. Bildizdə daha o sözü istəmirəm burada ifadə eləyim. Yəni alçaqlıq eləyib deyir, sənə xəbərçilik eləyib. Niyə alçaqlıq eləyib? Ya siz gecikdiniz də, deyir, görəyin. Ya yalan deməyim. Yalan söhbətdir. Nazim bəy. Nazim bəy yalan danışır, dostlar. Burada mənim ustama şər atır. Mən səni atıram bloka, get cəhənnəm ol. Görürsünüz, baba elədir. Ümumiyyətlə, dünyada bizim insanlardan gözəl insanlar yoxdur. Amma bu dəqiqə bura musiqiçilər gəlir, kirayə ev axtarırlar, vermirlər. Bilirsiniz niyə? Bəzi pislər yaxşıların da haqqına girib. Bax, burada biri bəyəğində mənim ustama şər atdı. Bu tipli adamlardır. Ona görə də gəlin yaxşı olaq, gəlin özümüzü sevək, özümüzü sevəriksə qarşıdakını da sevərik. Gəlin heç kimin haqqına girməyək, gəlin bic doğmayaq, gəlin ev yıxmayaq. Hər zaman belə baxımlı, gözəl qalın. Sağ olun, çox sağ olun. Gəlin. Bu gün ayın neçəsidir, dostlar? Sizə baxanda həyat eşqim vardır. Sağ olun, sağ olun. Çox sağ olun, öpürəm sizi. Valla mən bu canlılarımı belə deyəcəm də, maarifləndirici söhbətlər üçün açıram 9-u da, sabahdan toylar. Elə bildim birdən ayın 10-udur, dedim birdən toya gecikərəm. Yox, yalan sözdür. Bilirəm, ay canım, o kimi üçün onu blok atdım, şər atırdı, mən bilirəm. Afət xanım, sevirəm sizi, mən də sizi sevirəm, Həsənova, familiyamızda birdə. Burada negativ yazanlar biz doğanların adamı. Bilirəm canım, 4 xalası qızı var. 4-5 arasında 3-4 profili var. Bir şeyi kopyalayırlar. O, qoca qartal gəldi. Salamlayıram. İnşallah. Var olun. Çox sağ olun. Çınarlıya dəvət edəcək. İnşallah. Şəmkirin Çınarlısına salamlar. O qədər orada toyda olmuşuq ki. Var olun. Naxçıvana da salamlar. Sizə efir qadağası. Efir qadağası efirə çıxanlara qoyulubdur. Mən efirə çıxmırdım ki, mənə də qoyulsun. Mənim adımı ora Ağzı Ərgöçaş yazdırmışdı özü. Çünki olmayan adam necə qadağa qoyulur? Və indi sizə mən bir sual verəcəm. Elə bilin ki, sizə deyirəm ki, Aylin xanım da, məsələn, Azərbaycanda yaşayırsan, bir izləyicimə üzümü tutub deyirəm. Deyirəm ki, sənə burada Pyorçkaya girməyə qadağa qoyublar. Məsələn də marketə girməyə. Yəni bu gülməlidir şeydir. Sən buradaydınmı ki, Pyorçkaya da qadağa qoyulsun da. Bunu kimi bir şeydir. Yəni mən efirə çıxırdımmı ki? Mən efirə çıxırdım. Necə? Ora gələndə Allahın dostuna aparıcılar yalvarırdı. Qıra bilmirdim ki, gəlmirəm. Bilirsiniz niyə? Zamanında pul da verib çıxmışam. Özüm də yalvarıb çıxmışam. Bir yerə qədər də tanınandan sonra, məşhur olandan sonra efirə niyə çıxırıq? Toylarımız çoxalsın, pul qazanaq da. Toyum da var, işim də var, gücüm də var. Burada da bir numaralı toylar kraliçası sizin müğənnin. Deyirəm də, kim deyir, get paltar tap, saç makyaj elə, oradan get probkalarda qala-qala, gedirsən maşını saxlamağa yer də tapırsan. Çox vaxt heç maşını sürmürdüm ki, taksi ilə gedirdim. Görün, bir dənə də özdə elə, saxta profildir, gəldi yenə. Ağzı Ərgöçaş gəldi. İnşallah. Deməli, yazıblar, siz həmişə haqqı deyirsiniz. Sağ olun, Gədəbəyə salamlar, sağ olun. Yəni ki, dostlar, tanışlar idi. Utandığımdan gələcəm deyirdim, sonra da peşman olurdum. Mən yalan da danışamırdım, yalandan deyim, işim var, Bakıda olmayacam filan. Nə bilim, gedirdim. İndi yəni, efirim budur da, bugünkü gün, dostlar, bu qədər sosial şəbəkələr varkən, və indi sabahları